Sual belədir. Ramazan ayı bitən kimi, yəni bayram günü oruç tutmaq haramdır, tamam, bunu bildik. Bayramı yola verəndən sonra 6 gün oruç tutmaq şəriətdə sabitdir ya. Yəni belə bir şəriət məsələsidir. İndi bu məsələni tam geniş də olmasa, lazım olan qədərinin izahını verəcəm. Sualı təkrar edirəm. Şəvval ayında bayramdan sonra 6 gün oruç tutmaq, yəni dərhal bayramı yola verirsən və dərhal 6 gün oruç tutursan. Bu sabitdir ya yox? Bildiyimiz kimi bu məsələdə iki məzhəb var. Sünni məzhəbi və Şiə məzhəbi. Əhl-i sünnənin özünə məxsus fətvası var və Əhl-i beytdən bizə çatan Cəfər Sadiq əleyhissalamın fətvası fərq edir. Birinci Əhl-i sünnədən başlayaq. Deməli, Əhl-i sünnənin əksər alimləri deyir ki, bayramdan sonra dərhal 6 gün Şəvval ayının orucunu tutmaq müstəhəbdir. Niyə müstəhəbdir? Çünki onlarda hədis nəql olunur. Deməli, hədisdə belədir. Mən sâme Ramazan, sümmə ətbə'əhu sittən min Şəvval, kânə kəsiyamid dəhr. Hədisin məzmunu belədir ki, kim bayramdan sonra 6 gün Şəvval ayının orucunu tutarsa, yəni fasilə vermədən birləşdirsə bayrama, bu adam dəhr orucu tutmuş hesab olunacaq. İndi dəhr orucu nədir? Onun təfsirləri var. Onunla vaxt ayırır. Yəni ki, fəzilətli, çox fəzilətli bir iş görmüş olacaq. Və bu hədisə söykənib, Əhl-i sünnə alimləri fətva verirlər ki, bayramdan sonra 6 gün Şəvval ayının orucunu tutmaq müstəhəb bəyənilir. Amma bu hədis və yaxud bu fətva ki, Şəvval ayının bayramdan sonra 6 gün orucu Əhl-i beytin nəzərində öz təsdiqini tapıb. Yəni Əhl-i beytdən bu mövzunun tam əksi deməyək, mövzuya fərqli yanaşma var. Deməli, 3 dəlillə biz bu məsələyə cavab verəcəyik. Birinci dəlil budur ki, qeyd elədiyim kimi 14 məsumdan, Əhl-i beytdən Şəvval ayının ilk 6 gününün orucun tutması haqqında hədis bizə yetişir. İndi bir nəfər deyər ki, bəs İmam Zeynalabdindən hədis var axı. Necə deyirsən ki, Əhl-i beytdən hədis gəlməyib, Şəvval ayının bayramından sonra 6 gün üçün, amma İmam Zeynalabdindən hədis var. Həmən bu suala belə cavab verəcəyik. Biz deyəndə ki, hədis gəlməyib, yəni etibarlı hədis gəlməyib. O qədər hədislər var ki, mən indi araşdırmam var da, hissə təqdim eləyirəm. Hədislər var ki, Əhl-i beytin şənini alçaldır. Bizim bəzi kitablarda hədislər gəlib, Əhl-i beytin şənini alçaldır. Əhl-i beytə olan əqidəmizi, məsələn, orada belə deyək, tam əksin görürük. Mühəddislərin borcudur ki, hədisin sonunda nəsə bir rəy bildirsin orada. Və yaxud umum kitabın əvvəlində belə bir qeyd qoymalıdır ki, bu Quran ayəsi deyil, bunlar hədisdir, hədislərin hər biri sənədi də səhih olsa müzakirə oluna bilər. Belə bir qeyd qoymalıdır ki, Qurandan başqa hər şey müzakirə oluna bilər. Niyə? Çünki insan kəlamıdır. Sən düz danışansan, ədalətlisən və hamı səndən razıdır, Allah da səndən razıdır, amma sən məsum deyilsən. Sən 100 kəlmə danışırsansa, onun 99'u düzdür, amma biri nədir? Xəta ola bilər və olmalıdır da.
Çünki 100% səhih, 100% düzgün kimə məxsusdur? Allaha və məsuma məxsusdur. Allah və qeyri-məsumdan səvayi nədir? Xəta ehtimalı var və olmalıdır. Əgər Allah və 14 məsumdan başqa, umumən məsumdan səvayi kiminsə xəta etmir etiqadında olsun, sən deməli düz yolda deyilsən. Yəni bunu yəqin bil. İndi bəziləri var, ad tutmuram, müəyyən alimlər üçün məsumluq iddiasındadılar ki, ondan xəta heç belə görülməyib. Bu düzgün əqidə deyil, düzgün yanaşma deyil bu. 14 məsum peyğəmbərlər Allahdan səvayi heç kim xətadan hifzamanda deyil. Allah zaten xətadan hifzamandadır, üçün Allah xətası mümkün deyil. Allahın seçilmiş bəndələri Allahın imdadı ilə, mədədi ilə xətadan nədir? Amandadırlar. Peyğəmbərimizə səhih sənəd hədislərdə, Sünnüdə də, Şiyyədə də sual olunur. Ya Rəsulallah, sən bizlə qəzəblənəndə, yəni ki, özündə olmayanda, belə insan kimdə, insan qəzəblənəndə özündə olur, ya olmur. Tam o insan deyil, fərqli bir insan olur. Hətta qəzəbdən sonra özünə dönüb belə baxsa tanımayacaq. Məsələn, insan şiddətli qorxuda olanda həmən o insandırmı? Adi bir misal vurum da, məsələn, bir sürü yırtıcı heyvan düşüb bir nəfərin dalıca, o qalxa bilməyəcəyi bir divarını, ağacını elə qalxır ki, sonra yuxarıdan aşağı baxır və ya hadisə bitəndən sonra özünə baxır, deyir, bu mənəm. Elə vaxtı istəsə də o hasarı aşa bilməyəcək. Amma qorxu gələndə istər-istəməz bu insanda əlavə güclər peyda olur və ona söykənib görə bilmədiyi işi həyata keçirir. Peyğəmbərə deyirlər ki, sən bizə qəzəb vaxtı, filan vaxtı sözlər deyirsən, onları da mı hesaba alaq, yəni onları da ciddiyə alaq? Peyğəmbər əlini işarə edir dilinə və deyir ki, buradan yalnız və yalnız haqq çıxır. Qəzəbdə də, qeyri-qəzəbdə də. Hədis səhihdir və heç bir müşkülü də yoxdur. Peyğəmbərin dilindən hər halda nə çıxır? Haqq çıxır. Məgər ki, kimsə Peyğəmbərin dilindən yalan danışa, o başqa məsələ. Amma Peyğəmbər, bimahu və Peyğəmbər dilindən nə çıxır? La yəxrucu illa əl-haqq. 14 məsum biz deyəndə ki, hədis gəlməyib, etibarlı hədisdən danışırıq. İndi İmam Zeynalabdin əleyhissalamla Şəvval ayının 6 günü haqqında imama nisbət verilən hədis var. Və qeyd elədiyim kimi imamların adından bizim kitablarda da uydurma, yalan hədislər nədir? Var. İndi mühəddislər haşiyə gətirməliydilər, onu gətirməyiblər. Bu, mən bir elm tələbəsi kimi bu işə müsbət baxmıram. Çünki, belə deyək də, elə səviyyəli alimlərin belə bir mövzularda səhlənkarlıq eləməkləri o yaxşı bir hal deyil. Salavat göndərək Peyğəmbərimizə. Deməli, İmam Zeynalabdin əleyhissalamdan hədis belədir. İmam Zeynalabdin əleyhissalama nisbət verilir. Və əmməs-savməlləzi sahibuhu fihi bil-xiyar. Deməli, o oruc ki, oruc tutan ixtiyar sahibidir. Yəni, ixtiyar sahibidir nədir? Yəni, istəyir eləsin, istəyir eləməz. Yəni, müstəhəbdir. Yəni, o yerdə ki, ayədə və yaxud hədisdə ixtiyar şəxsin əlinə verildisə, deməli, həmən əməl nə sayılır? Müstəhəbdir. İstəyirsən elə, istəyirsən elə.
İmam buyurur ki, bir qism oruclar var ki, şəxs onda nədir? İxtiyar sahibi. Hansı oruclar deyil imam? Deməli, imam buyurur. Cümə orucu, cümə gününün orucu. Şəxs istəyir tutsun, istəyir tutmasın. Xəmis, 4-cü günün orucu. Sonul bir ağ günlər, onun xüsusi araşdırması var, ayın ortalarına düşür. Bizim mövzumuza aid olan hissə və son sittət əyyam min şəvval. Şəvval ayının 6 gününün orucu. Bu sözü kimə nisbət verirlər? İmam Zeynalabdin əleyhissalam. Deməli, bayram bitir, bayramdan sonra imam deyir ki, 6 gün oruç tutmaq ixtiyar sahibisən. Tutsun, savab qazanırsan, tutmasın da heç bir günah zadı nədir? Yox. Yəni, ixtiyar sahibisən. İndi, bu hədis İmam Zeynalabdin əleyhissalamdan nəql olunur. Və siz Əhl-i Beyt, deyək, din xadimləri, niyə İmam Zeynalabdin hədisini qəbul eləmişsiniz? Deyirik ki, bizim imamlarımız bizə nə desə, biz baş üstə ona razıyıq. Bizdə imamlar haqqında, imamların göstərişi haqqında tərəddüd yoxdur. Ta qədimdən bugünkü günə qədər, imamların dönəmindən bugünkü günə qədər sayımız az olsa da belə və cənnət, Quranda da ayə belədir. Cənnətə az kütlə əvvəldə yaşayanlardan daxil olacaq və az kütlə axırda yaşayanlardan daxil olacaq. O çoxluq haqqın, ədalətin cənnətə girməyin meyarıdır. Allah deyir bunu Quranda. Az əvvəldə yaşayanlardan və az axırda yaşayanlardan cənnətə daxil olacaq. Əksi biz çoxuq, Allah deyir az daxil olacaq. Çox daxil olmayacaq, çoxluqla öyünmür. Hər halda imamların hədisi bizi üçün Qurandan sonra etibarlıdır və dinimizi, əqidəmizi o hədislərlə qururuq. Amma o hədislərin də şərti şurutu var. Belə necə gəldi deyil, umum qaydalar var. İndi İmam Zeynalabdin əleyhissalamına nisbət verilən bu hədisi biz niyə qəbul eləmirik? Mən cavab niyə qəbul eləmirəm? 3 səbəb var, 3 dəlil var, 3 dəlil imkan vermir ki, bu hədis imama nisbətin tapsın. Birinci və ən vacibi sənəd məsələsi. İmam Zeynalabdin əleyhissalamdan bu kəlamı kim nəql edir? Bu kəlamı İmam Zeynalabdin əleyhissalamdan Muhammed ibn Muslim ibn Şihab Zuhri, Əz-Zuhri deyərək qısaldı. Bu adam İmam Zeynalabdin hədisi nəql edir. Bu adam əqidəsi xarabdır və bizim rical kitablarında, yəni ravilərin tərcüme hal kitabında bu adamın tərcüme halı məchuldur. Yəni alimlərimiz tərəfindən bu adam bir mənalı qəbul deyil. Yəni üstünə xət qoyur. Yəni bu adam tək hər hansı bir imamdan söz qəbul oldusa, o hədisi götürüb sırtmalıyır divara. Əgər bu adam Zuhri imamlardan hər hansı bir söz nəql edir, başqa bir etibarlı ravi, məsələn Muhammed ibn Muslim, bunun dediyi sözü təsdiqləsə, desəm mən də, məsələn bu imam Zeynalabdindən nəql edir, Muhammed ibn Muslim nədir ki, mən İmam Baqirdən belə şey eşitmişəm. Onda Zuhrinin sözü Muhammed ibn Muslimin sözünə dəstək, təyid kimi götürüləcək. Amma Zuhridən başqa bunu heç kim nəql eləməyib. Onda xəbər şazdır, şaz xəbərə də bizim rical elmində nədir? Əməl olunmayacaq. Yəni ki, bir hədisdirsə və onun dəstəkçisi yoxdursa,
bu xəbərə əməl olunmayacaq. İndi şaz xəbərinin özünün də geniş izahı var. Yəni, bir ravi hədis nəql edirsə və onun başqa etibarlı ravi tərəfindən dəstəyi yoxdursa, bu hədis qəbuldur. Xeyrimizə olsa da belə. Məsələn, hədisdir, deyir ki, Peyğəmbərdən sonra İmam Həzrət Əlidir. Bu bizim əqidəmizi dəstəkləyən hədisdir. Əgər bu hədisi Zuhri nəql edir və Zuhriyə dəstək heç kim yoxdursa, bu hədisi biz götürüb çırpırıq, qəbul eləmir, qaydalar var. Yəni, öz başına görə sizin kitabda hədis var. Olsun, hədis qaydalara sığırmı? Qaydaya sığdı qəbuldur, qaydaya sığmadı nədir? Qəbul deyil. Deməli, bu hədisin problemi, birinci problemi onun nəyindədir? Sənədindədir və ən başlıcası Zuhridədir. Zuhrinin nəql elədiyinə görə bu hədis qəbul deyil. Bu bir. Gəlirik ikinci, 3 ədəd, çox deyək, fəqət 3-ün seçirəm mən. 3 ədəd hədis var ki, bayramdan sonra oruç tutmağı məsləhət görür. İmam Zeynalabdindən nəql olunan hədis nədir? Tut. Bayramdan sonra tut. Amma və sənədi də bərbad gündədir. Hətta Seyyid Sistani, Allah vücudunu hifz eləsin, istifta var, orada qaydadır ki, sənəduhu qeyri nəqi. Qeyri nəqi, yəni pak deyil. Sənəd pak deyil, təmiz deyil, bərbaddır. Aydın? Ələ kulləha. 3 hədis nəql eləyəcəm, 3-ü də Şəvval ayından, bayramdan sonra Şəvval ayında oruç tutmağı 2 gün və ya 3 gün oruç tutmağı neyir? Məsləhət görmür, qadağan eləyir. İndi bizim fəqihlər belə fətva verirlər bu hədislərə söykənərək. Şəvval ayının 3 gününü oruç tutmaq nədir? Bayramdan sonra. 3 gününü oruç tutmaq məşruh. Məşruh. Şəriətdə bəyənilmir. Eləsin də savabın yoxdur. Haram iş görmürsün. İnatkarlıq eləsin, hədis var, əcəb eləyirəm, o da başqa mövzu olacaq. Amma özümlə bacarmadım, elədim filan, heç bir savabın zaten yoxdur, amma gələnlər belə şey eləməm. 3 gün bayramdan sonra oruç tutmaq nədir? Dində yoxdur. Peyğəmbərin evinin içi olan Həsən, Hüseyin, Zeynalabidin, Baqir, Sadiq, Musa Kazım əleyhissalam və İmam Rıza əleyhissalamlar bu şeyə icazə vermirlər. Ne diqqət edin. Əbdurrahman ibn Həccac İmam Cəfər Sadiq əleyhissalamdan səhih sənəddən hədis nəql edir. Hədisin ikisi səhihdir, biri müvəssəqdir. Səhih yüksək dərəcədir, müvəssəqsə 3-cü mərhələdədir. Deməli, səhih, həsən, müvəssəq. 3-ü də etibarlıdır. Amma seçim arasında qalsın, səhihlə müvəssəq baş-başa gəlsə, biri deyir sağa, biri deyir sola, hansını götürməliyik? Səhihi götürəcəyik, müvəssəqi tərk eləyəcəyik. Baxmayaraq ki, ikisi də etibarlıdır. Amma dərəcə də səhihin ravilərinin tərcümi halı müvəssəqdən daha parlaqdır. Daha şəffafdır, daha parlaqdır. Deməli, Əbdurrahman ibn Həccac buyurur ki, Səəltu Əbə Abdillah əleyhissalam ənil yevmeyn əlləzeyni bə'dəl fitr. Orucluq bayramından sonra 1, 2 o günlərdə oruç tuta bilərəm ya? İmam cavab verir. İmama belə deyir, yusaman əmla, o 2 günün orucu tutular ya tutulmaz. Fəqalə əkrəhu ləkə ən təsuməhuma. Əkrəhu, bəyənmirəm,
sən o 2 günün orucunu tutasan. Yəni Allahın hüccəti sənin bayramdan sonra oruç tutmağı nədir? Bəyənmir. Hədisin sənədi nədir? Səhihdir. Amma İmam Zeynalabdindən nəql olunan tut hədisi nədir? Bərbad gündədir sənədi. Bu birinci hədis. Gəlirik ikinci səhih hədisə. İbn Əbi Ümeyr nəql eləyir Ziyad ibn Əbi Həllaldan, o da buyurur, qalə lənə Əbu Abdullah aleyhissalam, İmam Cəfər Sadiq aleyhissalam bizə belə buyurur. La siyamə bə'dəl adha. Adha qurban bayramıdır. Dikkat edin, qurban bayramı. Qurban bayramından sonra oruc nədir? Yoxdur. Yəni kimlərsə qurban bayramından sonra oruç tutmuş. İmam Cəfər Sadiq aleyhissalam fətva verir ki, la siyamə bə'dəl adha. Qurban bayramından sonra oruc nədir? Tutulmaz. Bu bir. Deməli, la siyamə bə'dəl adha sələsətə əyyam. Qurban bayramından sonra 3 gün oruç tutmaq olmaz. Bir. Və la bə'dəl fitri sələsətə əyyam. Nə də ki, orucluq bayramından sonra 3 gün oruç tutmaq nədir? Yoxdur. İnnəhə əyyam əklin və şurb. Həmən bu 3 gün yemək içmək üçün bayram eləyin. Allahın hüccəti buyurur ki, nə bayram günü oruç tutmaq olar, haramdır. Amma bayramdan sonra da 3 gün oruç tutmaq nədir? Bəyan edilir. Tutma. Allahın hüccəti zamanəsinin imamı izin vermir. Şəriətin sahibi, Peyğəmbərimizin canişini icazə nədir? Verir. Bu ikinci hədis. Üçüncü hədisi səhihdən dərəcədə aşağı olan müvəssət Hərizdən nəql olunur. Həriz buyurur, İmam Baqir aleyhissalam belə buyurmuşdur. İzə əftartə min Ramazan. Ramazan ayı bitdi, iftarını elədir. Fitr bayramını elədin. Fələ təsumənə bə'dəl fitri tatavvəən. Tatavvə yəni könüllü. Fitr bayramından sonra, yəni orucluq bayramından sonra könüllü, yəni müstəhəb oruç tutma. La təsumənə. İmam təkidlə yanaşır. Yaxşı, bəs nə vaxt tutar? Şəvval ayında heç oruç tutmaq olmazmı? İmam buyurur, İllə bə'də sələtin yandıylə. 3 gün keçəndən sonra. Deməli, 3 gün keçir, 3 gündən sonra sən neyləyə bilərsən? Şəvval ayını, orucları tuta bilərsən. Deməli, birinci dəlilimiz oldu ki, İmam Zeynalabdin aleyhissalamla nəql olunan hədisin sənədi qeyri nəqli, bərbad gündədir. İkincisi, 3 etibarlı hədis nəql elədin, o hədislə nədir? Ziddiyyət təşkil edir. Zəif hədislə səhih hədis ziddiyyət təşkil eləyəndə hansı götürülməlidir? Təbii ki, səhih götürülməlidir. Bu iki. Üçüncü, deməli, sənədi dedik, bu 3 hədis icazə vermir və üçüncüsü bu qeyd elədiyimdə hələ ki, əgər səhihlə zəif ziddiyyət təşkil eləyəndə səhihi götürürsən, zəifi qoyursan kənara. Deməli, mövzumuzun xülasəsi. Bayram günləri oruç tutmaq haramdır. Bayramdan istər orucluq bayramı olsun, istər qurban bayramı olsun. 3 gün keçəcək, sonra nə orucu tutursan, tut günah. O 3 günün orucu nə sayılır? Məkruh sayılır və bəyənilmir. İndi burada bir məsələ var ortada. Ki, rəca qəsdi ilə
bu 6 günün, bayramdan sonra 6 günün orucunu tuta bilərəm ya yox. İndi ola bilsin müəyyən şəxslər, müəyyən alimlər başqa söz desin, amma mən bu 3 hədisə söykənirəm və imamların fətvasını imam sevənlərə çatdırıram. Tutmaq imamların sevilir. 3 günün orucunu imam nədir? Sevilir. İmam deyir, bu 3 günü nə edəcəksən? Bayram eləyəcəksən, yiyəcəksən, içəcəksən, bədənini rahatladacaqsan. 3 gündən sonra müstəhəb oruç tutursan, qəza orucu tutursan, nə orucu tutursan özün bilərsən. Yəni burada rəca qəsdini işlədib bu 3 hədisi aşmaq mənim elmimə əsasən mümkün deyil. Allah'ın verir İzzət Cəlalına xatir bizləri Quran və Əhl-i yolu ilə getməkdə müvəffəq eləsin. Allah Teala vətənimizə əmin-aman qərar versin. Allah Teala şəhidlərimizi qəriq rəhmət eləsin. Allah Teala şəhid ailələrinə səbr inayət eləsin. Allah Teala xəstələrə şifa versin. Allah Teala vətənimizə əmin-aman, ordumuzu müzəffər qərar versin. Allah Teala vətən düşmənlərinə məhv nabud eləsin. Allah Teala zamanə imamının zuhurunu təcil eləsin. Duaların qəbul olması üçün Peyğəmbərimizə salavat.